Azərbaycan və Ermənistan arasında həll olunması vacib olan bir neçə məsələ mövcuddur ki, onlardan biri də özünü 30 il vasitəçi qismində təqdim edən ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib ki, bugün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de jure və de facto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir. Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır. Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Vurğulamaqda fayda var ki, bəzi dairələr bu təşkilatdan rəsmi Bakının mövqeyini zəiflətmək və İrəvanın maraqlarını yenidən gündəmə gətirmək üçün istifadə edə bilər. Onları saxlamaqda məqsəd həmin Avropa İttifaqıdır ki, Ermənistana təsirlər etsinlər və gələcəkdə vəziyyəti gərginləşdirsinlər, eskalasiya etsinlər və nəyəsə nail olsunlar. Ancaq hesab edirəm ki, artıq onlar çox gecikiblər, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistan da artıq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və başa düşür ki, əgər onlar həmin ATƏT-in Minsk qrupunun dediklərindən hərəkət etsələr, gələcəkdə bugünkü Ermənistanın olmayacağına deməli real vəziyyət yaradacaqlar. ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb, lakin uzun illər ərzində konkret nəticə əldə olunmayıb. Azərbaycan ictimaiyyəti və rəhbərliyi bu qrupun passivliyini və qeyri-effektivliyini dəfələrlə tənqid edib. Minsk qrupu Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın həmsədrlik etdiyi bir formatdır. Lakin indiki şəraitdə bu ölkələrin bölgədə maraqları bəzən ziddiyyətlidir və qrupun fəaliyyəti reallığa uyğun gəlmir. Digər tərəfdən Azərbaycan Xarici İşlər Naziri onu da vurğulayıb ki, Bakı və İrəvan arasında birbaşa dialoq vasitəçilərlə aparılan danışıqlardan daha əhəmiyyətli nəticələr verib. Tərəflər qarşılıqlı şəkildə vasitəçilər olmadan danışdıqda mövqelər daha aydın olur və manipulyasiya ehtimalı azalır. Eyni zamanda vasitəçilərin iştirakı danışıqlar prosesini uzada və ləngidə bilər. Şərhçilər bildirirlər ki, Azərbaycanın regionda söz sahibi olması və beynəlxalq məsələlərdə daha müstəqil xətt yürütməsi baxımından mühüm addımdır. Son dövrlərdə delimitasiya və demarkasiya komissiyalarının birbaşa təmasları, əldə olunan razılaşmalar və həmin razılaşmaların operativ şəkildə icrası göstərdi ki, vasitəçilərsiz danışmaq daha səmərəli və daha effektlidir. Çünki vasitəçilərin iştirakı avtomatik olaraq üçüncü tərəfin maraqlarını da gündəmə gətirir və bu da prosesin uzanmasına, hətta bəzən iflasa uğramasına səbəb ola bilər. Analitiklərin fikrincə, Minsk qrupunun saxlanılması nə diplomatik, nə də praktiki baxımdan əsaslandırıla bilər. Vasitəçiliyin aktual olmadığı şəraitdə bu formatın qorunması gələcəkdə süni problemlərin yenidən gündəmə gətirilməsi riskini daşıyır. Ermənistanla birbaşa dialoq isə həm səmərəlilik, həm də məsuliyyət baxımından daha konstruktiv yanaşmadır. Regionda dayanıqlı sülh və əməkdaşlığın qurulması üçün köhnə mexanizmlərdən deyil, real ehtiyaclara əsaslanan yeni yanaşmalardan istifadə vacibdir. Azərbaycanın mövcud mövqeyi isə məhz bu strategiyaya əsaslanır.